Siz onu bilirsiniz ki, Küfə cəmaatını qorxudan, İmam Hüseynə köməyə getməyə saxlayan səbəblərdən biri nə oldu? Şayə idi. İbn Ziyad şayə yaydı ki, bax mən ki gəlmişəm, hələ bu ordu nədir ki, Yezid Dəməşqdən böyük bir ordu ilə gəlir. Cəmaatda Yezid gəlir. Heç nə Yezid gəlirdi, nə ordu gəlirdi. Cəmaatı aldatdılar, şayə yaydılar və şayə ilə də nə etdilər? İnsanları İmam Hüseynə köməkdən saxladılar. Bugün də o şayəni yayırlar. Nə olub? Heç İranın 90 milyondur. Bir neçə nəfər küçəyə çıxıb, pul alıb, oradan buradan nəsə bir iş görürlər. Bu bütün ölkələrdə var. Bu normaldır. Elə bir ölkə yoxdur ki, orada belə bir proseslər olmasın. Etirazları var, haqq olar. Haqq etirazı var, o etirazını eləsinlər. Amma bütün təbliğatda, televizorda nə göstərirlər? İran çökdü. Mən bu yaşıma çatmışam. Neçə İran dağılmayını görmüşəm. Xamenei, Seyyid Əli Xamenei qaçdı. Özü hara qaçdı? Rusiyaya qaçdı. Mən indi qədər onun var ölməyini, qaçmayını aşağısı bir 10 dəfə eşitmişəm. Hələ də qaçır. Sistani ağa neçə dəfə öldürüb dirildiblər. Xamenei ağa nə qədər öldürüb dirildiblər. Nədir? Şayə. Niyə yayırlar? Bilirlər yalandır. Bir neçə gündən sonra bəlli olacaq. Bilirsiniz niyə? Cəmaatda ruhiyyəni yoxlayırlar. Cəmaat ki, ay vay vay, rəhbər qaçdı. Ölkənin başçısı qaçdı. Gör bizim vayımıza. Qoy sist olsunlar, qapıları açsınlar. Trump gəl, Trump gəl. Gəl, Venezuelanın neftini apar. Ölkəmizi dağıt, qızlarımızı üzr istəyirəm, əxlaqsız elə. Trump bilirsiniz kimdir? Mən sizə bir misal deyim. Bir neçə gün bundan qabaq Amerikada Trumpın özünə qarşı miting olmuşdu. Trump öz xalqı ki, küçəyə çıxmışdı, onun siyasətinə etiraz edirdi. Bir söz rəsminə paylaşdı. Üzr istəyirəm ifadəmə görə. Təyyarədə özü əyləşib, bir multfilm paylaşdı, süni intellektlə. Təyyarədə özü əyləşib, təyyarənin ambarı, ağsaqqallar bağışlasın, təyyarənin ambarı, bağacı doludur nəcasətlə. Və ona qarşı mitingə çıxanların üstünə nəcasət səpirdi. Öz ölkəsinin əhalisinə qarşı belə eləyən Trump başqalarına nə eləyər?